Herkese salamlar dostlar. Bugün mən sizlərə Almanyada avtomobil elanlarına baxmaq üçün hansı veb saytlarından istifadə edə biləcəyinizlə bağlı məlumatlar çatdıracağam. Almanyada məşhur olan iki veb sayt var, hansı ki bu veb saytlar vasitəsilə biz Almanyadakı avtomobil elanları ilə tanış ola bilərik. Bunlardan birincisi Mobile.de saytdır, digəri isə Autoscout24.de saytdır. Biz bu günləri bu videomuzu sırf olaraq Mobile.de üzərindən özümüzə bir büdcə təyin edəcəyik və həmin büdcə daxilində avtomobil elanları ilə tanış olacağıq. Heç vaxt itirmədən davam edək. Biz saytımızı açdıq və Mobile.de web saytında interfeys bu şəkildədir və siz burada müxtəlif dillər üzərindən seçim edə bilərsiniz. Hal-hazırda məndəki interfeys Almaniyada olduğum üçün avtomatik olaraq Alman dilindədir. Əgər siz istəsəniz dil seçimlərini dəyişə bilərsiniz. Səhifənin ən aşağısı hissəsinə gələrək buradan özünüzə uyğun dilləri seçə bilərsiniz. Hal-hazırda türk dili, ingilis və digər özünüzə uyğun rus dili bilənlər rus dilini də seçə bilərlər. Mən hal-hazırda ingilis dilini seçəcəm və ingilis dilində davam edəcəm. Filtrləmə seçilimləri üçün biz səhifənin yuxarı hissəsində More Filters hissəsinə gəlirik və buradan belə bir səhifə açılır bizə. Biz buradan marka modelləri seçə bilərik. Avtomobil markaları olaraq mən seçim etməyəcəm, çünki biz özümüzə bu günləri büdcə təyin edirik. Büdcəmiz olacaq bizim bu günləri sırf olaraq gəlin seçək 5000-ə qədər olan avtomobillər siyahısını biz seçəcəyik. Bu formada biz price hissəsindən özümüzə bir büdcə təyin etdik. Minimal məbləğ mən qeyd etmədim. Maksimum olaraq 5000 avro dəyərinə qədər olan avtomobillərdən biz seçim edəcəyik. First registration date. Biz bu hissədən isə avtomobillərin qeydiyyat ili üzərindən axtarış filtrlərini qeyd edə bilərik. Mən burada qeyd edəcəm maksimum hal-hazırda 2025-ci il olduğuna görə mən maksimum 20 yaşına qədər olan avtomobilləri seçmək istəyirəm və bu səbəbdən 2025-dən yuxarı olan avtomobilləri görmək istəyirəm və mileage, yəni bu avtomobilin kilometrajı ilə bağlı olan seçimlərdən də mən maksimum realist olaraq 200 minə qədər olan avtomobilləri görmək istəyirəm. HU hissəsinə gəldikdə isə bu Almaniyada keçərli olan TÜV nəzərdə tutulur, hansı ki avtomobilin artıq texniki baxışdan keçdiyi müddət nə qədər olsun, bununla bağlı da limitləmə və filtrləmə edə bilərik. Mən yeni seçim etmirəm. 18 ay kifayət edər deyə düşünürəm və bu formada filtrləmə edirəm. Digər hissədə isə biz burada avtomobilin neçə ümumilikdə sahib olub onu görə bilərik. Bu mənim üçün o qədər də vacib deyil. 5000-ə qədər olan avtomobillər siyahısından məncə o qədər də bizə vacib deyil bu. Aşağı hissədə isə country, yəni ölkə seçimlərini edə bilərik. Biz Almaniyadakı avtomobillər elanlarını görmək istəyirik. Formada seçim edirik. Digər aşağı hissədə eksterior və yaxud da interior avtomobilin güc aqreqatları ilə bağlı olan məlumatlarla tanış ola bilərik və yaxud da ki interiorda hansı texniki bizə lazım olan hər hansı bir üstünlükləri varmı və yaxud da ki hər hansı bir texnologiya varmı, onlardan burada formada seçim edə bilərik, filtrləmə verə bilərik. Hal-hazırda 23825 avtomobil göstərir bizə. Gəlin biz biraz da dəqiqləşdirək və daha az seçim edək. Burada vehicle type olaraq seçimləmə, filtrləmə hissəsi var və biz burada müxtəlif avtomobil kuzo tiplərini seçə bilərik. Biz seçə bilərik salon, hansı ki bizim dildə desək sedan tipli avtomobillər və yaxud da ki biz seçə bilərik van, minibus, amma mən hal-hazırda bu formada sedan tipli və bizim dildə desək universal və yaxud da ki almanca və yaxud da ingilisdə desək estate car tipli avtomobillərini də seçim edirəm və hal-hazırda bizim filtrləməmizdə 8000, 9000-ə yaxın avtomobil mövcuddur. Biz biraz da dəqiqləşdirək burada və daha az seçim edək. Gəlin biz burada marka seçimlərini də qeyd edək, hansı ki Mercedes olsun, hamının sevdiyi BMW, Alman markalarından bu formada 3 nəhəngi seçdik və biz burada hal-hazırda 866 elan olduğunu görürük. Bir qədər də dəqiqləşdirək. Biz gəlin 100 minə qədər olan avtomobil elanlarına baxaq. 100.000 kilometrə qədər. Və hal-hazırda 27 elan qarşımıza çıxdı. Bəzən filtrlərinizdə olmayan elanlarla da tanış olursunuz. Bu hansı ki elan yerləşdirən şəxslərin və yaxud da ki salonların etdiyi səhvlərdir. Mən hal-hazırda small car tipli, yəni bizim dildə desək A-class tipli avtomobilləri seçmədiyim halda
qarşıma bu tip avtomobillər çıxır. Gəlin baxaq, hər hansı bir sedan varmı burada? Bizim qarşımıza bizim seçdiyimiz filtrlər üzrə Y-Class tipli avtomobil çıxdı. Bu formada biz avtomobilin şəkillərinə tanış ola bilərik. Gəlin böyüdək. Parça tipli salondur. Salonun qızdırıcıları, oturacaq qızdırıcıları mövcuddur. Monitor yoxdur və gördüyünüz kimi mexaniki tipli ötürücüsü mövcuddur. Avtomobilin xırda-cızıqları var və Almaniyada bir çoxunuzun bildiyi kimi Alman satıcılar sırf olaraq avtomobildə hər xırda detalın belə hər hansı bir cızıq, problemi varsa onları qeyd edirlər. Avtomobilin oturacaqları parçadır və bu formada avtomobilin diskləri də nə dərəcədə təmiz olduğunu göstərirlər. Bu yandan olan görüntüsüdür. Avtomobilin hər hansı bir qəzada olmadığı ilə bağlı siz buradan artıq bu formada metal işləmələrdən də baxaraq seçə bilərsiniz, təyin edə bilərsiniz. Avtomobil klassikdir bu formada. Və avtomobil 2006-cı il avqust ayı buraxılışdır. 3 sahib olub bu günə qədər. Avtomobil dizel mühərriklə təchiz olunub və yürüyüşü 100.000 kilometrdir. Formada Avro 4 və Green. Əgər avtomobili Almaniyada istifadə edəcəksiniz, bu formada onun emisiya stikeri də mövcud olduğunu görə bilirik. Və əsas məlumat bizim üçün TÜV, yəni texniki baxış 2027-ci ilin iyun ayına qədər mövcuddur. Formada baxa bilərik. Gəlin növbəti elanımızdan tanış olaq. Bu formada filtrləmə etdikdə qarşımıza sadəcə bu tip elanlar çıxdı. Yəni biz deyək ki, bu avtomobildə əslində BMW-nin 1-ci seriya 1.6 mühərriklə modeli də Almaniyada sırf olaraq bu büdcə daxilində çox istifadə olunur. Seçimlərdən biridir. Gəlin bu şəkilləri də böyüdərək baxaq. Avtomobilin rəngi qaradır. Gördüyünüz kimi. Xırda cızıqlar, yəni 20 ilin avtomobilində olması normaldır. Avtomobil individual mühərrik və texniki sistemlə təchiz olunub. Ötürücü tipi ilə. Multiroldur, mexanik tiplidir, monitor təbii ki yoxdur. Amma avtomobildə lük mövcuddur. Avtomobilin oturacaqları parçadır. Biraz geriyə qayıdaq. Burada böyüdə bilərikmi? Daha da böyütmək mümkün deyil. 5 nəfərlik kompakt avtomobildir. Avtomobilin yürüyüşü 74.000 kilometrdir. Və texniki baxışla bağlı. Almaniyada təkcə TÜV texniki baxışı keçirtmir, həmçinin Dekra üzərindən də siz texniki baxışdan keçirə bilərsiniz avtomobilinizə. Bu elanın da texniki məlumatlarıyla tanış olaq. Bu avtomobilin də 3 sahibi olub, hal-hazırda 74.323 km gedib. Avtomobil benzin mühərriklə təchiz olunub və 2007-ci ilin dekabr ayında qeydiyyatdan keçirilib. 2027-ci ilin 9-cu, yəni sentyabr ayına qədər də Dekradan texniki baxışı mövcuddur. Avtomobilin qiyməti isə 3500 avrodur. Bugünkü videodan bu qədər dostlar.